Mən də belə məsəl üçün gəzirəm, tozuram da. Bizim millətimizin şeylə deyil ki, bizim millət bir dünyada gedən proseslərə baxa bilir ki, yox. Çünki o qədər o baboş kimi şeylərə baxıb başı qatır ki, başı hələ TikTokda zətdə. Çoxları bu siyasi xəbərdir, o da bura baxmır dünyaya. Yəni Amerika daxilində gedən prosesləri hal-hazırda Rusiyada başladığı gündən bu yana qədər bu dərəcədə böyük bir savaş gərginliyi heç olmayıb. Bunu siyasətçilər, xəbərlərə baxanlar bilir. May ayının əvvəllərindən başlayaraq bu hal-hazırdakı günə qədər, durumuna qədər biz nəyi görürük dünyada hal-hazırda? Biz getdikcə alovlanan bir dünyanı görürük. Yəni bu günəş, gül, bu görən, gelib smavar qaynadan, nə bilim orada Xoşqədəm xanımın zaurun verilişlərə baxan insanlar məni anlamaz zaten, mən bunu həmişə demişəm. Amma dünyanın böyük ölkələr, güc sahibi olan İngiltərə, Almaniya, NATO kimi bir qurum, Amerika, Rusiya, İsrail, Filistin hal-hazırda qaynayır. Bunu görməmək mümkün deyil. Bu belə davam eləsə, yadındadırmı Trump seçiləndən əvvəl verdiyi vədlər və seçiləndən sonra atəşkəs vermişdilər. Filistin bir neçə müddət savaşı dayandırmışdı. Amma Filistində onun 2 qatı daha çox böyük hal-hazırda savaş başlayıb, hətta Yəməni də arada vurur. Bunu biraz gərək zamanı gözləyəsiniz ki, bunun tam böyük dünya medialarının hər yerdə bu alovlar çox böyüsün, həddindən artıq gərgin şeylər olsun. Sonra sizi bizim kanallarında o barədə danışsın. Sonra deyəsiniz ki, nəsə o deyil. Amma indi deyəcəksiniz, bunlar həmişə olub. Nə vaxt olub? Son bir 4-5 ildir də dünyada ən çox savaş gərginlikləri olan Qarabağ savaşının dönəmindən başladı. 44 gün. Ondan sonra Ukrayna savaşı bitməyən bir Ukrayna savaşı, bitməyən bir Filistin savaşı var. İndi də Rusiya ilə NATO arasında bir gərginlik var. Və nə oldu? Trump gələndə məni 24 günə saata savaş bitirəcəm. Bu kimi şeylər biz çox eşitmişik. Amma siyasətən biz dünyada gedən gedişatları, böyük ölkələrin böyük prosesləri görməməzliyindən gəlmək, bu sadəcə baş qarışmış, siyasəti izləməyən, dünya gündəmi izləməyən insanların başa düşməz. Onlar nə vaxt başa düşər? O alovlar daha çox büyüsün, çoxlu ölkələrdə çoxlu şeylər qaynasın. Deyəcək, nəsə var ha. Təbii fəlakətlərin getdikcə çoxalır. Arada deyir, biz də bilirik də, Türkiyədə ardıcıl məsəl üçün bugün də 4.5 oranında 1-2 saat bundan əvvəl təzə zəlzələ oldu. Hardasa bir yüngüldü, hansısa bir adı yadından çıxdı bir ərazidə Türkiyənin. Ondan əvvəl bir neçə həftə getdikcə Türkiyədə 4.5-ə yaxın artıq ardıcıl zəlzələlər gedir. Bunlar böyük ölkələr. Dünyanın bir çox yerlərində bunlar baş verir. Biz ingilis dilini, ingilis kanalları, nə bilim, dünyanın bir çox kanalları izləmədiyiniz üçün bizə bu şeylər görmürük, çatmır. Amma dünyanın prosesləri izləyən bir şəxs olaraq verdiyim tarixlərin proqnozlarından bugünə baxdığı zamanında ateşkəsliyi olan Filistin-Yəmən gərginliyi də savaşı da təzədən alovlanıb, büyüyür. Bu böyüyəcəyini hiss edirəm, görürəm. Ukrayna savaş artıq öz Ukrayna ərazilərində gedirdi. Artıq dayanmadan son zamanlar, son bu bir ay ərzində Rusiyanın çoxlu zavodları, nə bilim, silah daşıyan dünən idi, bugün vurdular, vagonları vurdular. Həddindən artıq Rusiyanın öz ərazilərində də artıq dronlarla, samalyotları biz gördük o gün vurulan. Bu şeyləri görürük, qızışır və bəyanatlar verirlər dünya medialar ki, artıq NATO, Rusiya savaşa doğru gedir. İngiltərə, Almaniya başbakanları artıq qərar verib Rusiyaya qarşı. Biz bu şeyləri görürük ki, bir tərəfdən təbii fəlakətlərin çoxalmasını görürük. Zaten əgər Rusiya savaşı insanlar edirsə, başda duranlar edirsə, öz maraqlar üzərində,
təbii fəlakətlər də eyni zamanında necə olar baş versin, baş qaldırsın. Buna Allahın bəlasını demək sadəcə cahillik deməkdir. Bunu dünya idarə edən çox böyük güclər hərb gəmilərlə həm dünyada təbii fəlakətlər yaradır, daha çox təkan verir olan şeylərə, həm də savaşlara təkan verir. Bir-birinin zid torpaqlar üzərində, maraqlar üzərində savaş olduğu kimi göstərir. Güya prezidentlər bir-birinizə bəyanatlar verir, qarşı-qarşıya gələn, güya yola getməyən, bir-birini təhqir edən fason. Amma mən düşünürəm ki, hamısı bir yerdən idarə olunan məqsəd dünyada insan azaltmaqdır. Mən bunu həmişə demişəm, biz bunu artıq bugün görürük. Bu başlayan gərginliklər bir neçə həftədən, aylarda, bu ilin sonuna qədər daha çox dünyanın hara gedəcəyini biz görəcəyini mən Nadim demişdim. Artıq bunun ipucuları var. Biraz da qızışanda bunu siz də artıq o Xoşqədəm xanımlara, Zaur xanım bəyə, üzr istəyirəm, Zaur bəyə, Xoşqədəm xanıma, Baboşa, nə bilim, baş qaşan, TikToklarda başı qarışan, qorxan, sənin nə işi var? Bu kimi fikirlərdə olan adamlar bunu görəndə mənə haqq qazandırarsınız ki, bəli, siz bunu deyirdiniz. Nə edək mənə heç vaxt demə, nə edək? Mən hiss elədiklərimi deyən, analizləri eləyən bir təhlilçiyəm. Mənim də işim budur. Nə edəcəyini bütün dünya sivilləri düşünməlidir, əziz dostlarımız. Və nə olacağını deyirəm ki, nə edəcəyini özünüzü düşünün ki, gələcəkdə böyük dövlətlərdə baş verən problemlər balaca dövlətlərə də təsir edə bilər. Allah İranın başına gətirəcəklərdən qorusun. Hər zaman İran başına nələrsə gələcəyini deyir. İllərdir biz bunu eşidirik. Mən hardasa özümü təsəvvür edən bir ağlımı inkişaf edən siyasəti bu başa düşən bir 20 il qədərdir ki, uşaqlıqdan da yəni İranı vuracaq. Bir topquşmalar zadları oldu, amma bu elə olmayacaq. İranın konkret savaşa gələcək, Rusiya daha böyük savaşlara gedəcək, Rusiya içində çoxlu şəhərlər vurur. Mən bunlara demişdim və təkrar edirəm, işim budur. Sağ olun, özünüzə yaxşı baxın.